Azərbaycan televiziyasının nəzdində fəaliyyət göstərən Bədii Şuranın növbəti iclası keçirilib. İclasda televiziya məzmununun zənginləşdirilməsi istiqamətində bir sıra mühüm təkliflər səsləndirilib. Bədii Şuranın iclasında cəmiyyətin müxtəlif təbəqələrini maraqlandıran mövzularda yeni televiziya layihələrinin hazırlanması üçün fərqli ideyalar irəli sürüldü. Xüsusilə elm və texnologiya sahəsində, o cümlədən süni intellekt və fundamental elmlərlə bağlı maarifləndirici proqramların hazırlanması təklif olundu. İclasda informasiya axınının gücləndirilməsi, peşəkarlığın artırılması yolları müzakirə edildi. Sənətli filmlər sahəsində keyfiyyətli layihələrin ərsəyə gəlməsi də əsas müzakirə mövzularından biri oldu. Xüsusilə də yaşlı nəslə, gənc nəslin maraq dairələrini ortaq bir məxrəcdə, necə deyərlər, birləşdirmək. Bu necə mümkün ola bilər? Polemika xarakterli, yəni müzakirə xarakterli bir verilişlər ehtiyac var. Onlarla bağlı bir müzakirə apardıq. Və mənə gəlir ki, bu artıq bizim ikinci Bədii Şuranın iclası idi və artıq çox ciddi biz müsbət, necə deyərlər, müzakirə nəticələri görürük. Bununla yanaşı, dünya kino nümunələrinin efirdə təqdim edilməsi və tamaşaçı zövqünün formalaşdırılması, istedadlı gənclərin tanıdılması və onlara dəstək məqsədi ilə bir sıra təkliflər səsləndirildi. Azərbaycan alimlərinin bu son 80 ildə əldə etdiyi nailiyyətlərin ictimaiyyətə çatdırılması, gənclərimizin məlumatlandırılması istiqamətində müəyyən işlərə diqqət artırmaq lazımdır. Xüsusən də bilirsiniz ki, müəyyən səbəblərdən Azərbaycanlı alimlər xarici ölkələrdə yaşayırlar, fəaliyyət göstərirlər, elmi hansısa bir qurumlarda çalışırlar. Onların da bu işlərə, yəni Azərbaycanda gedən bütün bu proseslərə cəlb olunmasına böyük ehtiyac vardır. İclasda dilçilik məsələləri də xüsusi diqqət mərkəzində oldu. Azərbaycan dilinin qorunması, düzgün tətbiqi və gələcək nəsillərin səlis nitq bacarığının inkişafı ilə bağlı məsələlər müzakirə olundu, təkliflər irəli sürüldü. Bizim təklifimiz ondan ibarət idi ki, uşaq nitqinin inkişafı ilə bağlı, gənclərimizin səlis danışması ilə bağlı verilişlər olsun. Bu verilişlərdə həm də Azərbaycan dilinin tədrisində, Azərbaycan dilinin tətbiqində ortaya çıxan problemlər və onların həlli istiqamətində görülən işləri həm təqdim edək, həm də müzakirə edək. İstər orta nəsil, gənclər, istərsə də böyüməkdə olan nəslin inkişafı üçün cizgi filmlər yaradılmalıdır, çəkilməlidir, dərsliklərin quruluşunda müəyyən dəyişikliklər olmalıdır. Yeni verilişlərin ərsəyə gəlməsi üçün fikir mübadiləsi aparıldı. Xüsusilə də böyüməkdə olan gənclərdə milli yaddaşın formalaşması üçün daha yeni verilişlərin olmasının zəruriliyi bildirildi. İclasda gənclərin maraq dairəsində olan sahələr, idman marketinqi, geyim sənayesi və milli dəyərlərin təbliği ilə bağlı maraqlı təkliflər, ideyalar müzakirə olundu. İdman kanalı ilə bağlı təklif verdim. Ona görə ki, gəncləri maraqlandıran çox aktual mövzular var. İdman marketinqi, idman geyimlərinin yaradılması, onlar müasir dəbə inkişafından, yəni bu səbkidə məlumatlar tamaşaçıları, gəncləri çox maraqlandırır. Bir sözlə, görülən işlər təhlil edildi və qarşıya qoyulan yeni vəzifələr müəyyənləşdirildi. Şahnun Qasımova, Çingiz Qəniyev, Zar Bayramov, ATV Xəbər.